Salam əziz Sport 1 izləyiciləri, ötürmə efirdədir. Həmişəki kimi mən İlkin Sultanlı və daimi ekspertimiz Kamal Bayramov sizləri salamlayır. Xoş gəldin Kamal. Xoş gördük, mən hər kəs salamlayıram. Maraqlı bir futbol həftəsi oldu. Yalnız Premyer Liqada oyun keçirildi və belə deyək, zövq aldığımız mən zövq aldım oyunlardan, getdiyim oyunlardan. Çempionat başladı Şamaxı Zira oyunu ilə, gözlənilməz bir nəticə qeydə alındı, yəni bir çoxları üçün. Şamaxı 1-0 geri olsa da geri dönüş edərək 2-1 hesabı ilə qalib gəldi və turun ən gözlənilməz nəticəsi qeydə alındı. Nə gördün oyunda? Zirə oyuna yaxşı başlamışdı. Zirəyi götürə bilək, bu komanda üçün vacib bir xal idi. Çünki elə bir dönəmdir ki, çempionatda hal-hazırda itirilən xallar sonda hardasa təhlükəli zonaya gedə bilər. Yəni Avroliqa zonasından çıxa bilər. İlk 15 dəqiqəni yaxşı başladı. Yaxşı, gözəl, baxımlı bir də qol vurdu. Paplaşvilin qolu həqiqətən gözəl qol idi. Sonradan meydan sahibləri Şamaxı toparlandı. Qollarını da vurdu. İkinci hissənin sonuna yaxın biraz müdafiə xarakteri daşımağı oyunları o anlaşılan idi. Çünki hesabı saxlamaq istəyirdilər. Zirənin də baskısı oldu. Amma Şamaxının da oyunda bir çox qol epizodları oldu. Mən götürəndə Zirə səfərdə Şamaxı ilə həmişə çətinlik çəkib orada oynamaq. Mən evdə də, yəni bu komandaya qarşı baxıram ki, onların oyunlarında biraz çətinlik yaranır. Şamaxı üçün vacib qələbə idi. Yəni demək olar ki, 90%, 95% Premyer Liqada qalmağını təmin elədi. Yəni biraz da rahatlaşacaqdı. Oyunlar daha da qarşıdakı oyunlarda daha rahat olacaq. Oyunda diqqətimi çəkən məqam elə bir hakimlərlə bağlı oldu. İnqilab yenə də orada bir penalti epizodu oldu. Düşünürəm ki, sonradan ləğv elədi. Düşünürəm ki, o epizod 11 metrik cərimə idi. Mən belə, bu mənim şəxsi fikrimdir. Yenə də VAR-a baxdı və ləğv elədi. Amma ümumi, yəni baxımlı futbol izlədiyi hər iki komanda tərəfindən Şamaxı üçün vacib qələbə qazandılar. Zirə məncə bu ilki gələcək turlarda da bunun ziyanını çəkə bilər. Maraqlı məqama toxundun. Yenə İnqilab Məmmədov, yenə Rəşad Sadıqov və yenə belə deyək də, yaranan səs-küydən sonra ləğv olunan bir qərar. Sanki Rəşad Sadıqov İnqilab Məmmədovun gözün qorxusun. Mən ümumiyyətcə belə baxıram. Yəni ümumiyyətcə bu İnqilabla bağlı biz söhbətimizi eləyəndə bütün oyunlar gəlib bu Zirə oyununa təsadüf eləyir. Yəni mənim üçün, özüm üçün də bir maraqlıdır. Çünki orada açıq-aşkar qapıçı topa oynasaydı və topa bir müdaxiləsi olsaydı və yaxud oyunçunun bir topa toxunuşu olsaydı, heç bir kəs topa toxunmur və düz yerdə birbaşa deyir, əllərini yığdı, ayaqlarını yığdı, fərq eləmir. Oyunçunun gediş istiqamətini bağlayır və açıq-aşkar hücumçuya müdaxilə eləyir. Yəni topsuz müdaxilə var orada. VAR-da oturanda Elçin Məsəyev olub. Yəqin ki, baxması üçün çağırıb və İndi VAR-da oturan Elçin Məsəyev də çağırdı onu. Yəni nəyə görə çağırdı? VAR-da oturan deyirsə ki, məsəl üçün, bax, təkrarən burada penal yoxdur. Nədir? Penal 11 metrik cərimə necə olur? Bəlkə biz qaydalardan biraz da başımız çıxmır, nə deyim mən. Bunlar daha yaxşı bilir. Amma orada elə bir qaydalar qoyublar ki, yəni bir epizodun 8 dənə başı var da. Yəni hansı tərəfə istəsən filadıb qərar verə bilirsən. Amma mən gördüyüm qədər bu, yəni 11 metrik cərimə zərbəsi idi və İnqilab yenə də VAR-a çağırıldı və cərimə zərbəsini ləğv elədi. Mən maraqlı bir situasiyaya toxunmaq istəyirəm özümə görə. Son vaxtlar ancaq Azərbaycan Premyer Liqasında təcrübəli hakimlər, yəni təcrübəli dediyimiz, bunu məsəl üçün özümüzdə deyirik də, bunu Əliyar eləyə bilməz, bunu Elçin eləyə bilməz, bunu İnqilab eləyə bilməz, bunu Rəvan eləyə bilməz. Amma belə qeyri-adi qərarları artıq belə deyək də, bu daha çox stajı olan hakimlərdən görürük. Mən buradan Rəhim Həsənova səslənmək istəyirəm. Əgər uzun müddətli işləsə, gənc və perspektivli hakimlərimiz var. Onları da yetişdirmək lazımdır artıq Premyer Liqaya. Məsələn, Emin Əliyev var. Mən həqiqətən gözləyirdim ki, bu il o
Premyer Liqa hakimi olsun. Düzü 4-cü hakim olaraq oyunlara çıxır və həm 1-ci liqada vacib oyunlar idarə edir, həm 2-ci liqada vacib oyunlar idarə edir və yetərincə də perspektiv onda görürəm və ümid edirəm ki, o hakimi artıq bu təcrübəli hakimlərin bu qədər səhvlərindən sonra artıq bəzi gənc hakimləri meydana buraxarlar. Mənə görə də qəribə gəldi Zirənin 2-1 hesabı ilə məğlub olmağı. Mən sadəcə düşünürəm ki, Ayxan Abbasov bu sürpriz eləmək istəyir. Ayxan Abbasov göstərmək istəyir ki, yəni mən boşu-boşuna milli komandanın baş məşqçisi olmamışam. Şamaxı ilə də sürpriz eləyə bilərəm. Mən düşünürəm ki, ya kubokda, ya çempionatda çox sıxışdıracaq. Çempionatda artıq Avrokubok zonasına yaxınlaşıb. 20 xalı var, Araz Naxçıvandan 3 xal geridədir. Turan Tovuzdan 6 xal geridədir. Turan Tovuzun bir oyun əskiyi var. Təxirə salındı oyun. Və məncə hətta 4 xaldır. 4 xal. 20 xalı var. Bəli. Orada 23-24 onu qabaqlayan Araz Naxçıvandır, Turan Tovuzdur. Hal-hazırda çempionatda çıxışı, amma onların yəni heyət baxımından, yəni bu marafon uzundur da, yəni heyət baxımından. Yox, yadıma gəlsə Sumqayıt da 2 il bundan qabaq heyət baxımından heç də o deyildi. Onları nəzərə almaq, bilsən nələr nəzərə almaq lazım? Bunlar süni meydançada məşq edirlər. Bu süni meydançanın elə bir yüklənmə şeyi bir 2 qat artıq olur da. Ona görə orada heyət baxımından kasadlıqdır, büdcə baxımından da düşünürəm ki, yəni o deyil ki, istənilən qədər məsələn bu nəticəni veriblər, istənilən qədər də 5 dənə, 6 dənə də transfer eləsinlər ki, daha yaxşı ola bilərik. O büdcə də yoxdur. Amma onların qarşısında olan məqsəd Premyer Liqada qalmaqdır və bunu qış fasiləsi yaxınlaşmamış eləməkləri məncə daha rahat olacaqlar. Bundan sonra xal qazanmaq ehtimalları daha çoxdur. Bəs belə deyək də, bəzən də danışırıq, bəzən pulsuzluq belə öz uğur gətirir də, bir ambisiya, futbolçunun istəyi, baş məşqçinin istəyi. Mən düşünmürəm ki, sən daha yaxın olmusan Ayxan bəylə. Məncə o istək, o həmişə onun ürəyində olub. Zaten bu futbolçular hansı ki biraz o maliyyə cəhətdən aşağı olan komandalar olanda onların mən düşünürəm ki, bu komandalarda çox olmuşam deyə biraz istəkləri daha çox olur digər komandalardan. Daha yaxşı yerlərə getmək üçün, daha yaxşı komandalarda daha yaxşı qazanmaq üçün 2 qat çalışırlar. Yəni bu hər zaman belə olub. Məsəl üçün götürək keçən Şamaxıda İbrahim Leroy ikiliyin götürək. Hər ikisi getdi daha yüksək pullara, məsəl üçün Zirə komandasına da. Yəni amma bir il orada hansı əziyyətlərdən keçdilər, onları mən görmüşdüm. Ondan sonra məsəl üçün biz Tovuzda 1-ci il oynadığımız ildə onda hələ sponsor gəlmədiyi halda komanda daha aşağı pulla olduğu vaxtı baxırdım ki, uşaqlar can atırlar ki, yüksək pillələrə gedən komandalara getsinlər. Bu ümumən normaldır belə bir şeylər. Çünki bir futbolçu oynamaq üçün özünə yer axtarır və onun üçün daha yaxşı mübarizə aparır və çətinlik olan halda bu 2 qat mübarizə aparır ki, bu çətinliyin sonunda bir işığa çıxsın da belə. Həftənin ikinci qarşılaşması Tovuzda keçirildi. Çox yaxşı ab-hava var idi. Təqribən 5-6 min arası rəsmi protokolda nə qədər görsənib bilmirəm, amma 5 minə yaxın bir azarkeş var idi. Çünki oyunun ciddiyyətini qəbul edirdilər. Və Turan Tovuz 8 oyun idi ki, uduzmayan Sabahla qarşılaşırdı və Sabah yenə uduzmadı, qalib gəldi. 3-1 hesabı ilə Turan Tovuzu məğlub etdi. Əvvəlcə oyun haqqında danışaq, oyun ətrafı baş verənləri müzakirə edərik. Mən açıq-aşkar deyim ki, birinci hissədə Turan Tovuzun ifasında o qədər də qənaətbəxş oyun izləmədim və Sabah hesabı açdı, sonra ikinci qolu vurdu. Bundan dərhal sonra Turan Tovuz 2-0 olandan sonra hesabda 2-0 hesabı ilə Sabah öndə olandan sonra Turan Tovuz irəli atılmağa başladı və yaxşı oyun sərgilədi. Mən düşünürəm ki, bu heyət, mənim fikrimcə bu heyət və bu baş məşqçi hələ də tam Avrokuboklar həyəcanın və çempionluq həyəcanını dərk edə bilməyib. Bilirsən, birinci son 4 oyunda bu
komanda məsələn çempionluq orada mübarizə aparır, amma son 4 oyundur nəticələr ürək açan deyil də. Klub üçün hər şey var. Mən deyərdim ki, yəni Ehtiram bəy orada kluba elə bir şərait yaradıb ki, Bakıda, Tovuzda, yəni istənilən yerdə də, yəni bir futbolçu bir şey haqqında fikirləşə bilməz orada ki, yəni mənim əlavə bu çatmır, o çatmır. Hər şey yüksək səviyyədə komanda üçün təmin olunub. Yəni nə məşqçilər, nə digərləri kimsə deyə bilməz ki, burada nəsə çatmır. Sadəcə olaraq bu kişinin, yəni bu komandaya çəkdiyi əziyyətin, yəni hamı bilir ki, yəni böyük yəni sərmayə xərcləyir. Nə qədər bu komanda üçün nələr düzəldir və bunun nəticəsinin bəhrəsini görməyə çalışır. Və düşünürəm ki, futbolçular yığılmalıdır bir yerə və bu insanın bu çəkdiyi əziyyətin bəhrəsini ortaya qoymalıdırlar. Biraz da diqqətli olmalıdırlar, biraz da məsuliyyətli olmalıdırlar. Hansı rayonda, hansı komandada olduqlarını daha yaxşı dərk etməlidirlər. Bəlkə təzə legionerlər var, onlar hələ komandanı, məsələn, bu qələbələrdə falan, amma məğlubu durumlarda hansı situasiyalar yaşanacağını tam dərk edəmirlər. Və həqiqətən də Mən belə başa düşdüm ki, sən düşünürsən ki, oyunçulardadır günah. Yox, mən oyunçularda günah demirəm. Mən ümumi olaraq burada əgər hansısa bir işdə hansısa bir nəticə olmursa, deməli burada ümumi bir problem var. Amma fakt bildiyim qədər, yəni gördüyüm qədər klub tərəfindən istənilən hər bir şey yaradılır. Orası Sadəcə olaraq burada yəni məşqçilər, futbolçular bunun qarşılığını meydanda azarkeşlərə, rəhbərliyə lazımınca qaytarmalıdırlar. bu futbolçular, mən gördüyüm Turan Tovuzun heyətindəki bu futbolçular meydana buraxılan 5-li müdafiə mən düşünürəm ki, oynamaq potensialında deyildir. Amma onları məcbur olunur ki, 5-li müdafiə. Çünki Qurban Berdiyevin stilistikası odur, tərzi odur. Amma edilən transferlərdə oynayan futbolçuların performanslarına mən şəxsən qıraqdan elə hiss edirəm ki, bu komanda 5-lini oynaya bilmir. Məsələn, 5-lidə də Faiq oynayırdı, indi Faiq də oynamır. Yəni o düzdür, bəlkə müdafiə baxımından Faiqdə çoxlu problemlər var idi. Amma hücum qurmaq baxımından heç olmasa orada rəqibin qapısı önündə, belə deyək də, sağ cinahında bir baskı yaradırdı, topu alırdı, oğururdu, Ayxana verirdi və yaxud da ki, Aleksə verirdi, qol olurdu. Nəsə eləyirdi. İndi Faiq də oynamır. Və mən düşünmürəm ki, futbolçularda nəsə bir problem var. Mən birbaşa günahı Qurban Berdiyevdə görürəm. Sanki çox belə deyək də, yaşlaşdıqca eyforiya çox qapılıb. Suallara qısa konkret mətbuat konferanslarında cavab verir. Hə, yox, elə, belə. Biz oynaya bilmədik. Oyunumuz alınmadı, uduzduq, qutarıcı, izah eləmir. Hətta bir həmkarımız mətbuat konferansında bildirdi ki, mən sizin dediklərinizdən gedib nə yazım? Oynaya bilmədik, uduzduq. Bu axı açıqlama deyil. Sanki Qurban Berdiyevdə, yəni bir balaca həm belə Azərbaycan futbol ictimaiyyətinin, həm də jurnalistləri, həm də futbolçulardan özünü çox üstün salır. Onun uğurları çoxdur. Qurban Berdiyevin tarix yazıb. Amma ondan daha yaxşı tarix yazan bir Azərbaycanlımız var. Özündə bilsən də Qurban Qurbanovdan söhbət gedir. Daha yaxşı nəticələrə, hansı ki Azərbaycan kimi ölkədə daha yaxşı nəticələrə imza atıb. Bu Qurban Qurbanov suallara belə olur ki, 1 saatlıq mətbuat konfransı keçirir. Detallı şəkildə izah edir. Hər kəsin məsəl üçün borcudur verilən suallara, mətbuatın verilən suallara cavablandırmaq. Bizə futboldan sual verilir, futboldan kənar sual da verilmir. Ümumən seçim götürəndə orada məsəl üçün bax bu gün baxıram müdafiə xəttində çox kobud səhvlərə yol verildi. Sabahla da oyunda. Evet. Bu bir neçə oyunda görsənir ki, orada böyük problemlər var müdafiə xəttində. Bu da bir baş məşqçinin seçimidir, həmən müdafiə xəttində oynayan futbolçular. Mən Turanın orta xəttindən hücum xəttinə baxıram. Bəlkə də çempionatda Qarabağdan, Sabahdan sonra ən yaxşı orta xəttə malik olan bir komanda. Serrano'nun bütün komandalar istəyir. Yəni bax bu orta xəttdə bunlardan maksimum istifadə etmək lazımdır, amma bu məşqçinin məsəl üçün oyun fəlsəfəsində bir o qədər orta xəttin futbolçularından istifadə etmək belə bir şey görsənmir. Hərənin bir fəlsəfəsi var. Amma məsələn bu 4 tur öncəyə qədər verdiyi qərarlar
tuturdu, məsəl üçün alınırdı. Kamal üzr istəyirəm söz keçsəm. Verdiyi qərara tutular desən, Karvan Yevlaxla oyunda 1-0 geridə idi və oyunçuların fərdi bacarığı hesabına 2-1 hesabına Yox, qalib mən nə gəldi. deyirəm? Yəni o qərarlar verirdi ki, hansı ki o alınırdı onda. Biz onda deyirdik, mən onda deyirdim ki, məsəl üçün bir məşqçinin verdiyi hansısa bir qərar varsa, bu meydanda özünü doğrulursa, o düzgün qərardır. Amma getdikcə də komandalar səni, digər komandalarda sənin oyun fəlsəfə və gündəlik işlədiyin proseslərin hamısı analiz edir və ona qarşı mübarizə aparır. Amma sən eyni stildə, eyni tərzdə davam elədikcə, digər komandalarda buna qarşı əks mübarizəsini göstərir və alınmır. Səndə bu alınmırsa, sən dəyişməlisən nəyisə, amma dəyişiklik olmayıb, eyni qaydada davam edirsənsə, o nəticələrə mənfi təsir edir. Mən Tovuz kütləsini çox yaxşı tanıyıram. Mütəmadi olaraq biz Tovuzlarla yəni oyunlara gedəndə, hətta bir çayxana var stadionun yanında, park var, Şəhidlər Parkının yanında. Orada elə söhbətlər olunur ki, yəni otururuq, bəzən olur ki 2 saat vaxt qalır, 3 saat vaxt qalır, başqa Premier Liqa oyununa baxırıq. Orada adamı yeyirlər də, yəni sözün əsl mənasında baxmırlar. Sən jurnalistsən, sən bu oyunda akkreditasiya var yoxsa yox. Ağa, sən bilirsən nə danışsan, o elə deyil, elə deyil deyirlər. Yəni Tovuzlular artıq Qurban Berdiyevi istefaya çağırırlarsa, demək ki nəsə var. Demək ki istədikləri oyunu görmürlər. Başa düşürsən, yəni komanda birinci dəfə ki mən görürəm Tovuzda rəqibi alqışlayırlar. Sən bunu görmüşdün Tovuzda nə vaxtsa? Mən görməmişdim. Mən Tovuz 3 ildir qayıdıb, Turan Tovuz futbol klubu Premier Liqaya qayıdıb. Tovuzda həmişə rəqib topa döş tutublar, fitə basıblar, nə bilim butulka atıblar. Birinci dəfə ki rəqibi alqışlayırlar. Sabahın 3-cü qolundan sonra alqışladılar rəqibi. Özləri qol vurmuş kimi sevinirdilər. Bu Ehtiram Quliyev üçün də bir siqnal olmalıdır. Bu Berdiyev üçün də bir siqnal olmalıdır. Futbolçular üçün də ki, sənin öz rayonunun komandasını fitə basırlar, amma rəqibi alqışlayırlar. Demək ki, baş məşqçidə nəsə problem var. Mən birbaşa günahı Qurban Berdiyevdə görürəm. Peşəkarlığına və baş məşqçilik funksiyalarına hər hansısa bir söz deyə bilmərəm, amma bu əlindəki olan heyətlə, bu əlindəki olan maliyyə ilə düzgün dəyərləndirmə apara bilməyib və ya da ki çox rahatlaşıb, çünki Rusiya mətbuatında məlumatlar yayıldı, klub da təsdiqlədi, avtomatik bir üstəgəl bir müqaviləsi aktivləşdi, hətta 3 illik yeni müqavilə təklif etmək istədilər. Mən onu onda da doğru saymamışdım, indi də doğru saymıram. Yəqin ki də, yəni düşünüb ki də hər şey okeydir də, yəni mən olsa nəticə versəm də verməsəm də qalacam. Zaten nəticələrə hamısına birbaşa baş məşqçi cavab verdi də. Yəni bugünkü gündə də hal-hazırda 4 tura qədər gəlirdi, nəticə görsənirdi. Oyun baxımından yenə axsamalar var idi, amma nəticə olduğu halda heç kəs bir söz deyə bilməzdi. Tovuz azarkeşi də həqiqətən də futbolla yanır. Futbolla yaşayırlar. Evdə də futboldan danışırlar. Daha üzr istəyirəm. Evdə oturanda ər-arvad futboldan danışır. Yəni orada başqa bir məsələ yoxdur. Ona görə də məncə onlar etirazını bildirir və bu komandanı ayırtmalıdır. Ayılmadığı halda daha da uçuruma gedə bilər. Mən bir müqayisə aparacağam. Keçən tur idi deyəsən Şamaxıya uduzanda Karvan Yevlax 3-0 futbolçular gedirdi, baş məşqçi getdi 1-1. Yəni Füzuli Məmmədov 1-1 götürdü futbolçuları, əllərindən tutdu, getdi çölə çıxartdı. Dedi ki, hamınız üzr istəyin Yevlaxda olanda və azarkeşləri alqışlayın. Amma azarkeşlər onları söyürlər ha. Elədir. Burada Tovuz futbolçularının, Turan Tovuz futbolçularının heç bir məğlubiyyətdən sonra azarkeşlərə tərəf getmədi. Qurban Berdiyev də çıxdı getdi. Sol belə deyək də tribunada oturan azarkeşlər qayıtdı ki, azarkeşi istəməyənlər çıxsınlar, getsinlər. Yəni üstə elədilər oyunda. Ki mən belə birinci dəfə belə bir şey gördüm Tovuzda da. Yəni həqiqətən mənə özümə də təsir edir ki, yəni futbolçu artıq azarkeşlər arasında problem yaranmağa başlayır, baş məşqçi azarkeş arasında uçurum yaranmağa başlayır. Buna konkret şəkildə müdaxilə etmək lazımdır. Mən düşünürəm ki, sizin dövrünüzdə belə bir şey ola bilməzdi. Yox, bizim dövrümüzdə bax mən lap əvvəl də deyirəm, Tovuz azarkeşi həmişə komandasının arxasında olub da, yəni dəstəkləyib. Məğlub olduğumuz vaxtda məsəl üçün tənqidlər olub,
Biz bunu qarşılamalıyıq da. Yəni bu azarkeşlik gəlir bizim üçün soyuq demir, isti demir, yağış demir, qar demir. Amma məsələn epizodlar olub ki, azarkeşlər olub ki, lap məsələn təhqirə də keçiblər də. Hə, yəni o azarkeşlərdə o Tovuz sevər azarkeşlər öz aralarında onları da izah ediblər. Amma hər nə olur olsun, bütün hallarda futbolçu qalib də gəlsə, məğlub da olsa, sonda onlara 90 dəqiqə yəni boğazını cıra-cıra qışqırıb dəstək verən azarkeşlərə öz minnətdarlığını bildirməlidir. Fərqi yoxdur. Bu gün qələbən var, məğlubiyyətin var. Sən azarkeşə getməlisən, azarkeşi gedib alqışlamalısan. Ola bilər azarkeş məsəl üçün necə sən meydanda aqressiv olursan, o da tribunada aqressiv olur. Amma azarkeşi yəni istənilən halda tribunada o çağırdığı halda tək qoyub getmək olmaz. Sabah qaldığı yerdən davam edir. Yəni bu komanda ola Qarabağa çox problem yaradacaq. Mən ayın 18-də oynayırlar. Üzə gələcəklər. Birinci turdan təxirə salınmış oyunda. O oyunda qazanılacaq qələbə böyük ehtimal Sabah qış çempionu eləyəcək. Yəni uzun müddətdən sonra ilk dəfə qış çempionu dəyişəcək. Açığı istəyirəm olsun. Bəlkə də nə qədər peşəkarlıq nümayiş etdirirəm. Yəni bu azarkeşlik yox. Sadəcə Qarabağ da özünə gəlsin, toparlansın, çempionatda ciddiyyəti dərk eləsin deyə Sabahın qələbə qazanmasını istəyirəm. Bir sirkələnmə olsun, çempionatda bir maraq qaçsın və digər rəqiblərlə Turan Tovuz da, Neftçi də, Zirə də, indi Sumqayıt da hiss eləsin ki, Qarabağ udmaq olur və nəsə eləmək olar. Mən düşünürəm ki, Azərbaycan çempionatında 4 komanda, 3 komanda çempionluğa oynamadığı müddətcə nə milli komanda inkişaf edəcək, nə də ki, komandalarımız elə Qarabağ və yaxud da ki, Sabah bilsin, Neftçi və yaxud da ki, Sabah elə bir komandadan yetərli olacaq. Yəni, mən düşünürəm ki, nə peşəkarlıq baxımından, nə çempionatın səviyyəsi baxımından biz Ermənistandan heç cür yerdə deyilik. Necə olur ki, bu ölkənin İndi bizdən düşmənçiliklər var deyə misal çəkirəm. Bu ölkənin Nuh klubu konferans liqasında play-offa vəsqə qazanır. Bu Zirə Nuhdan daha yaxşı komandadır. Peşəkarlıq baxımından daha yaxşı. Baş məşqçisi, tarix yazmış bir şəxsi. Olsun Sabah, büdcə baxımından bu komandadan daha yaxşıdır. Sabahın futbolçusu, amma nə bilim, nə boşluq verirlər bu komandalarımız Qarabağdan başqa. Niyə keçə bilmirlər konferans liqasına? UEFA bu turniri yaratdı ki, Azərbaycan klubları, Azərbaycan tipində ölkələrin, Ermənistan, Belarus, Bolqarıstan, nə bilim, Gürcüstan kimi ölkələrin, Kosova kimi ölkələrin klubları Avrokubok həyəcanı yaşasınlar. Bir stimul olsun. Bizim komandalarda 28 milyon pul xərcləyir, 30 milyon pul xərcləyirlər. Gedib heç ora birinci mərhələdən uduzurlar, ikinci mərhələdən uduzurlar, Araz Naxçıvan və yaxud da ki, sonra gəliblər ki, rəqib bizə güclü düşdü. Bəs bu rəqib bizə güclü düşdüsə, 6-7 il bundan qabaq yaranan Nuh. Nuhdur da o komandalardır, Nuh. Necə gəlib, yəni Zirədən yaxşı ola bilir, necə gəlib Sabahdan yaxşı ola bilir, necə gəlib Neftçidən yaxşı ola bilir, Araz Naxçıvandan yaxşı ola bilir. Onlar necə keçirlər də, yəni başa düşmürəm ki, bu... Ümumiyyətcə bizim üçün də xoş olardı da, yəni bir-iki komandamız, ya bir dəfə 2 komandamız, 3 komandamız oralarda iştirak eləsin, hansı ki, davamlı olaraq. Yəni 1-2 tur gedib 2 turdan sonra dala qayıtmaq, yəni gəlib yenə də çempionata hazırlaşmaq bu neçə illərdir belə davam edir. Yəni bir tək Qarabağın ümidinəyik, bir tək Qarabağ hansısa nəticələr əldə edəcək və bu bizi sevindirəcək bir komandamıza baxacaq və digər komandalarımız yəni bu eyni tipdə davam edir də. Yəni 1-2 3 tur qayıtdı dala. Çempionatın ən maraqlı hadisələrindən biri məncə Dambraskasının Sabaha baş məşqçi təyin olunmasıdır. Maraqlı bir məlumat da əldə etmişəm Valdes Dambraskas haqqında. Valdas Dambraskas haqqında. Sən demə Sabahın baş məşqçisi gənc olanda Litvada milyonçu şousu var. Milyonçu şousunun qalibi olub. Və əldə etdiyi o pulla İngiltərədə məşqçilik təhsil almağa başlayıb və orada bir neçə akademiyada təhsil alıb və işləməyə başlayıb və sonra Fulhamda işləməyə başlayıb, ondan sonra yəni akademiyada işləməyə başlayıb və ondan sonra da başlayıb gəlib Litvada, Bolqarıstanda, Haydukda, Xorvatiyada işləyib və elə gəlib olub Sabahın baş məşqçisi. Yəni çox savadlı bir şəxsdir.
və keçən ilki Berzuskinin komandasını başdan ayağa, yəni aşağı yuxarı indi bəzi oyunçular gəlib, Simits gəlib, Puxaç gəlib, çox yaxşı oyunçular gəlib açığı. Amma yəni ki sistemi bütövlükdə dəyişib mən belə görürəm. Berzuski kimlərə güvənirdi? Sekitika ilə Kahim Parisə çox güvənirdi cinahlardan. Və bu amma bütün sistemi qurub Julius Mikelsin üzərində demək olar ki, Julius Mikelsi təzədən diriltdi və artıq oyun sabahda mərkəzdən daha çox qurulur, nəinki cinahlardan. Çox belə yaxşı bir analitik məşqçidir, hər şeyə detallı şəkildə fikir verir və mətbuat, bunu bir dəfə demişdim, yenə deyirəm, mətbuat konfranslarında yəni inşallah maşallahla yola vermir. Ancaq detallı şəkildə izah edir ki, bu oldu. Bu səhvləri elədik. Müdafiə zonasında boşluqlar buraxdıq. Nə bilim, hücum zonasında 5-6 top vura bilərdik. Yəni onu elə bir səlis tərzdə izah edir ki, yəni qarşı tərəfi də təhqir eləmir. Yəni mən demək istəyirəm ki, mən Kəpəzə 7 dənə vurmalıydım bu heyətlə. Amma Kəpəzə 3 dənə vurdum. Yəni bu oyunda demək istəyir ki, məsəl üçün deyirəm, mən bu mətbuat konfransında belə başa düşdüm ki, biz sabah Turantovuzdan qol buraxmamalıydıq. Qapçısının da orada şeyi ki, sən standart vəziyyətdən niyə qol buraxsan, müdafiəçilərin də tənqid edir ki, sən niyə o cərmə qaydanı orada pozursan. Demək istəyir ki, biz Turantovuzu 3-0 vurmalıydıq, buraxmamalıydıq. Yəni qarşı tərəfi həm belə alçatmadan öz futbolçularını konkret tənqid edir və mən də mətbuata da izahlı şəkildə izah verir ki, bu belədir, belə də olmalıdır. Dediyi bir fikir çox xoşuma gəldi və o da tənqid idi. Amma elə mədən şəkildə dedi ki, demək Azərbaycan futbolunun inkişafını istəyiriksə, belə vəziyyətdə olan stadionlarda Premyer Liqa səviyyəli oyunlar keçirməməliyik. Qazonla bağlı. Hə, indi mən onu atıram. Füzuli Məmmədov olsaydı, yox Kamal Bayramov deyirəm, qoy Füzuli mənim deyəcəm. Kamal Bayramov olsaydı, deyəcəyik ki, bu nə stadiondur? Biz burada oynamamalıyıq. Bunu təzə düzəldiblər axı. Bu stadion niyə bu gün də olub? Bu nədir? Biz bura gəlməliyikmi? Niyə bura gəlməliyik 444 kilometr məsafədə? Amma Dambraskasın dediyinə bax, Azərbaycan futbolunun inkişafını istəyiriksə, Premyer Liqa səviyyəli oyunları belə vəziyyətdə olan stadionda keçirməməliyik. Adam belə qulaq asıb demək ki, gəlsən orada 5 cibindən bir 100 min çıxar o stadionu düzəlt. Başa düşsən nə demək istəyirəm? Fərqi başa düşürsən? Amma otobusa Ayxan Abbasov gedəndə dedi ki, bizi bura niyə gətirdilər ki? Onu dedi də, yəni ki, bura oyun keçirilməli, məcbur idi burada keçirilsin oyun. Amma öz tərəfinə fırlatdı, belə deyim də. Öz tərəfinə fırlatdı ki, yəni məndən intiqam almaq istəyirdiniz deyə burada keçirdiniz. Amma görsən bütün problemi o Turantovuz stadionunda problem olduğunu, o dörtlüyündə problem olduğunu Ayxan Abbasovdan sonra gələn baş məşqçi dedi, kimlə oynadı, yadımdan çıxdı. Həmin məşqçi dedi, indi Dambraskası dedi. O da kobud şəkildə demişdi, Ayxan Abbasov da kobud şəkildə demişdi. Dambraskası mədəni şəkildə izah elədi ki, qardaş, eləməyin başqa görün. Bizim Azərbaycan futbolunun xeyrinə istəyirsə eləməyin. O dörtlüyü ilə bağlı eləsək də axırda dilə gəldi Qurbanverdiyev. Ona da sual verdilər, yəni Dambraskası üzərindən sual verdilər ki, bəs həmkarımız bildirdi ki, ölkə futbolunun inkişafını istəyirsə belə stadionlarda oyun keçirməməliyik. Siz nə düşünürsünüz? O dedi ki, razıyam. Bəs olun, qutardı. Tovuzun stadionu da orada oynamağı komanda olaraq baş məşqçi istəyib. Orada oynanılır oyun. Orada məsələn deyirsən Ayxan Abbasov deyib məndən qisas almaq üçün bura yox. Yox, elə demədi təbii ki. Yəni dediyinə elə başa düşürlər, elə çıxır, amma onlar sadəcə olaraq Tovuza qayıtmaq istəyirlər, Tovuzda oynamaq istəyirlər. Stadionun da durumunun o vəziyyətdə olacağı heç kəs üçün şey deyildi. Yəni o vəziyyətə düşəcək o stadion. Sadəcə olaraq buradan oyunlar ora köçürüləndən sonra təzədən bir də burada qayıdıb bu yerləri dəyişdirmək düzgün olmurdu. Ona görə də oyunlar hal-hazırda da orada davam edir. Amma stadionun durumu, hal-hazırki durumu heç də ürək açan deyil. Bilmirsən, nə tədbir görəcəklər? Yəqin ki, ona tədbirlər görəcək. Bir o qapı cərimə meydançası içərisində olan yerlər üçün deyəsən nəsə tədbirlər seçirlər. Has ki bilmirəm hansını bir maddə var, ondan istifadə eləmək istəyirlər. Has ki orada qopmaların sayı azalsın. Yəqin ki, ona bir tədbir görəcəklər.
bu qış fasiləsində. Turun 3-cü oyunu Yevlaxda keçirdi. Kəpəz Qəbələni outsiderlərin dueli idi. Qonşu pillələrdə qərarlaşan komandaların dueli idi. Kəpəz 1-0 hesabı ilə qalib gəldi. Oyunun taleyini qırmızı vərəqə mən düşünürəm ki, həll elədi. Sangare qırmızı vərəqə aldı. Çobut müdaxilə etdi rəqibə qarşı. Açıq qırmızı vərəqə idi. Burada hakimlik hər hansısa bir qırmızı vərəqə idi, təmiz oynanmışdı. Bilməm Qəbələ rəhbərliyi etiraz etmək istəyirlər. Onlar da gördülər qırmızı vərəqədir. Qəbələ oyun oynamadı. Oyunu alınmadı, belə deyərdim. Bundan qabaqki oynadığı oyunları, yəni heç bir 60%-ni sərgiləyə bilmədi. Ya Araz Naxçıvan üzərindəki qələbə sanki komandanı biraz eforiyaya qapdırıb. Biraz onlarda boşalma. Həm də Trantovuzla 24 dəqiqəlik heç-heçədə onlarda bir özünə inam məncə yaradıb. Kəpəz də belə bir wow oyun oynamadı. Sadəcə Ohorinin fərdi ustalığı hesabına komanda gol vurdu. Ohorinin o keçidi, yəni nə edirsən dəyərdi. Hə, biz Messidə zədə görmüşük, yəni belə keçidləri. Amma bunların bu iki komandanın aralarında olan, bunlar düşünməlidir ki, aralarında olan o oyunlar bir-biri üçün vacibdir. Çempionatda qalmağa, yəni ən önəmli bir-birinə qazandıqları qələbələrdir. Düşünürəm Kəpəz 3-cü qələbəsini qazandı. Biraz da komandada inam yaradacaq. Qəbələ də bu məğlubiyyətlə özünü biraz çətin duruma saldı. Sən Qəbələni başa düşdüyə, yəni Qəbələdə keçən verilişdə demişdim, yenə deyirəm, Qəbələdə kluba o qədər bağlı azarkeşlər yoxdur. Yəni təqribən bir 1002 nəfər bağlıdır. Onların da 300-200 çempionat oyunlarına gəlirlər, gəlmirlər. Amma bu Kəpəzin Yevlaxla Gəncə arasında məsafə 70 kilometr məsafə var, yəni 1 saat eləmir də avtobusla. Oyun saatı da önəmli ola bilərdi. Oyun saatı da ora salacaq, yenə işıqlandırma, duman, işıqlandırma yoxdur. İşıqlandırma yoxdur. Və bazar günüdür. 1 saatlıq məsafədir. Kəpəzin düşmə potensialındadır. Yaxşı var idi azarkeşlər, amma mən belə oyunlara gəl bunu oyunu belə deyək də Türkiyə Süper Liqasında izləyək. Axırıncı pillədə gedən tutaq ki Sakaryaspordan, misal üçün deyirəm, Sakaryaspordan tutaq ki atıram da, yəni Qaziantep oynayır. Stadion dolu olacaq. Ki komandaların dəstək olsun da bunlar düşməsinlər. Məsafə də yaxındır. Dediyin kimi, qeyd elədiyin kimi orada məsafə elə bir 40 dəqiqəlik məsafə var. Yəni mütləq şəkildə gəlib Kəpəzi dəstəkləməlidirlər. Və klubun da əsas açıqlaması da belə oldu ki, Yevlağa köçməyin. Bir, komandanın maliyyə xərcləri aşağı düşsün. 2, daha yol məsafəsi azalsın, yəni yorğunluq olmasın. 3, azarkeşlərimiz daha çox gəlsin. Açığı gəlmişlər, yəni çox, amma mən daha çox gözləyirəm də, yəni 70 kilometr. Təxmini nə qədər azarkeş olardı? Təqribən 1000 nəfər azarkeş olardı, heç olmazdı. Protokola istəsən baxaq deyib, yəni daha çox. O da Yevlaxlılar da var idi. Yevlaxlılar var idi, Mingəçevirlər də var idi. Mingəçevirdən bir avtobus adam gəlmişdi. Açığı deyirəm ki, bizim dostlar idi. Bir avtobus azarkeş gəlmişdi və protokolda göstərir. Hə, 700 oyuna baxma, 700 azarkeş. 700 yazılıb protokolda. Aşağı yuxarı 1000 olardı. Yəni 800-700 olardı, bəli. Valla nə bilim, bu çempionatın özü biraz şeydir, qəribədir. Yəni Kəpəzin stadionu yoxdur. Gözləyirik Kəpəzin stadionu düzəlsin. Yevlağın stadionu indi düzəlib. İmişli stadionsuzdur. Öz stadionunda oynamır. Bir də bəlkə mübarizə var, amma maraq yoxdur. Mən məsəl üçün marketoloqam. Mən bu çempionatı necə satım? Bu çempionatın yayım hüquqlarını tutaq ki, bax İrana necə satım? İran televizorlarının birinə, TV kanallarının birinə necə satım? 40 milyon Azərbaycanlı var. Düzdür? Sipsi Sport yayımlanmır bildiyim qədərilə. Ya YouTube kanalında bilmirəm, dəqiqliklə bilmirəm. Bunu İran televizorlarının birinə satmaq istəyirəm ki, 40 milyon Azərbaycanlı var. Gəlin Azərbaycan Premyer Liqasını sizin kanalda şeyləsin. Baxacaq ki, bunu heç Ərgünəş kanalının rəhbəriyəm. Baxacam ki, bu çempionatın heç özünə stadionda Kəpəz Qəbələ oyununda 700 azarkeş var. Mən bunu nə bilim Cənubluya necə satım, necə baxdırım, ona nə reklam verim, nə hansı reklamı qoyacaq bu oyuna, yuxu dərmanı.
yatmaq istəmirsiniz, yuxunuz gəlmir, Azərbaycan Premyer Liqasının oyununu izləyin ki, yuxunuz gəlsin. Probleminiz var, yata bilmirsiniz, Premyer Liqanın oyununu izləyin. Hə mübarizə var ya, amma bir dəstək, bir səs-küy, nə bilim yəni bunu düşünmək lazımdır. Bunu PFL, AFFA bunu düşün. Yəni maksimum Kəpəz azarkeşləri o məsafədən istifadə edib, yəni Qəbələ öz rəqibləridir. Yox, Gəncədə olsaydı bu oyun, Gəncədə olsaydı. Amma orada da məsafə də, yəni elə bir uzaq məsafə yoxdur. Yəni gələ bilərdilər, daha çox gəlib. Qələbə qazandı, gələnlər sevindi, amma daha çox arzu yarada bilərdilər orada. Qarabağ Araz Naxçıvanı darmadağın edib 5-1 hesabı ilə. Mən elə bildim Araz Naxçıvanda vəziyyət düzəlib, Kəpəzi məğlub edəndən sonra, amma yəni açığı yəni səmimi etiraf eləmək lazımdırsa bizdə bir məlumat var idi ki, oyunda Karvan Kəpəz Qəbələ oyunundakı bütün jurnalistlər bilirdi ki, yaşlısından tutmuş cavanına qədər hamı bilirdi ki, Araz Naxçıvan darmadağın olacaq. Ən azı 4 top buraxacağını bilirdik. Oyun öncəsi. Bəli. Düşünürdük ki, Ajaxın acığını çıxmayacaq təbii ki, Qarabağ. Oyununu oynayacaq, sakit bir oynayacaq. İstəsə Qarabağ bu çempionatda açıqdır, bu hamıya bəllidir ki, istəsə 5 dənə də vurar, 6 dənə də vurar, rahat şəkildə. Əgər Benfica ilə də ki, o sürətli oyun var idi, Benfica ilə oyundakı elə Ajaxın uduzduğu 4-2 oyunda da ki, o başlanğıc var idi. O oyunu oynasa Qarabağ bəlkə biraz Sabahla oyunda biraz problem yaşaya bilər, amma digər 10 komandanın 10-una 4 dənə, 5 dənə vurar. Amma heç orada başlamamışdıq. İkinci heyət idi demək olar aşağı yuxarı və bilirdik ki 5-1 yəni ən aşağı 4 dənə top vuracağını bilirdik. Bilirdik ki Araz Naxçıvan oynamayacaq. Araz Naxçıvan son oyunlar göstərir ki, enişə gedir. Yəni mən bu oyuna baxanda, başlayanda deyirdim ki, ən azında Qarabağda tam heyətlə çıxmayıb meydana. Hardasa bir başa-baş mübarizə aparar. Çünki bu komandada konferans üçün oynayan komandalarımızdan biridir. Amma gedişat göstərdi ki, yəni komandada həqiqətən də günü-gündən daha da yüksək sürətlə çöküşə doğru gedir. Yəni sən soruşmadın necə bilirdiniz? Yox, onu soruşmadım. Mənim özümə də maraqlıdır. Çünki yəni görsən ki, Araz Naxçıvan futbolçuları yəni baş məşqçini istəmirlər, oynamırlar. Yəni bunu hamı bilir. Biz düşüncəmiz də o istiqamətdə idi və alındı da ki, bu Araz Naxçıvan oyunçuları Elmar Baxşeyev istəmirlər, onun orada olmasını istəmirlər. Yeni dəyişiklik istəyirlər və arxalarında da güclü bir şəxs var. Yeni baş məşqçi gətirmək istəyir. Nə bilim vallahi Elmar Baxşeyevin Araz Naxçıvandan gedişi nəyi dəyişəcək? Məncə Elmarla futbolçular çox yaxşı münasibətdədir. Amma ola bilər ki, hansısa futbolçular istəmir, hansısa futbolçular istəyir, amma indi futbolçularla da bizim ünsiyyətimiz var. Daim danışanda soruşuruq Elmar müəllimdən. Bu iki cəhbiyə bölünübsə, onun özü də pisdir də baş məşqçi üçün. O ən pis haldır. Ən pis haldır. Yəni komanda iki cəhbiyə. O sənə pas ötürmürəm. Qapıya zərbə vurur. İki cəhbiyə bölünməyi o ən pis hallardan biridir ki, komanda iki cəhbiyə bölünsün. Yarısı baş məşqçini istəyənlər, yarısı istəməyənlər. Amma ümumən görünür ki, komandada enişə doğru gedir yüksək sürətlə. Yəqin ki, orada hansısa bir tədbir mütləq şəkildə görüləcək. Maraqlı məqamlardan biri də Nəriman Axundzadənin qol vurmağı və sus işarəsidir. Əslində o Nəriman Axundzadənin belə deyək, qol sevincidir. Yəni bu Nəriman tək bir gün qol vuranda yox, hər dəfə eləyəndə onu eləyir. Sadəcə olaraq sosial şəbəkələrdə Nəriman Axundzadəni baltalayanlar qoldan sonra, Araz Naxçıvan qoldan sonra biraz fikir dəyişdilər. Ümumiyyətlə bu barədə çox danışmadıq biz ötən verişdə. İndi danışmaq istəyirəm. Nəriman Axundzadənin tənqid olunması, hətta tapşırılıb deyə Qurban Qurbanov onu oynadır deyilməsi nə qədər doğru idi səncə? Məncə bunlar mən futbolun içində olan adam kimi deyirəm də. Yəni Nərimanı kimsə tapşırıb və yaxud Qurban müəllimə kimsə tapşırmaq, yəni bu qeyri-mümkün olan bir şeylərdir. Nəriman da bizim futbolumuzun son illərdə olan ən yaxşı potensiallı futbolçulardan biridir. Hal-hazırdakı dönəmimizdə bu qaydadadır.
Keçən dəfə də dedim, ola bilər indi azarkeşlər məndən inciyəcək ki, biz neçə 100 min adam belə görürsən, belə görürsən. Zaten Nərimanı biz nə qədər üstünə geçsək, tənqid eləsək, hətta orada təhqir eləyənlər var, bizim millətə xas olmayan bir şeydir. Yəni biz həqiqətən də rəva bilmirəm ki, heç hansısa futbolçu azarkeş futbolçunu təhqir eləsin. Nərimanı 21 yaşında bir futbolçumuz neçə ildir Çempionlar Liqasındadır. Komanda ilə bir yerdə mübarizə aparır. Ola bilər bugünkü potensialı, yenə deyirəm, oradakı Husky legionerlər var. Onlar səviyyədə deyil, amma bu bizimkidir. Biz özümüz öz millətimizdən olanı, yəni təhqir eləyirik, tənqid eləyirik. Biz buna dəstək olmalıyıq. Məsələn, oyunu oturub analiz edəndə orada baxırsan ki, Yankoviç orada 2 qolun ikisində Yankoviç. Çox böyük səhv var. Böyük səhv var, amma baxırsan. Amma sən bir söz deyib söz kəsirəm. Sosial şəbəkələrdə daha çox TikTokda postlar paylaşır, videolar paylaşır və Yankoviçi açıb belə deyək də asıb kəsirlər. Amma Nəriman söylür. Yox, mən məsəl üçün bax bir-iki dənə görmüşəm ki, orada yəni qabağıma çıxanlardan görmüşəm ki, məsəl üçün Yankoviç o da bizim futbolçudur. Yankoviç mən demirəm ki, ona söyün, Nərimana tərifləyin və ya Nərimana söyün, onu tərifləyin. Mən bu sözü demirəm. Sadəcə olaraq deyirəm ki, oyunu düzgün analiz edən insanlar baxırlar ki, Nərimanın orada məsələn 2 dənə topda itkisi var. Yankoviçin məsəl üçün 2 dənə qolda səhvi var. Onu Nəriman söylür burada, amma Yankoviçin şəklinə məsələn götürsən ürək qoyursan. Bu bizimkidir də qardaş. Bu öz millətimizdən olanı biz bu gün yıxılanı tapdalamaq çox asan məsələdir. Nərimanı biz hamımız yığışaq tapdalayaq, heç bir şey qazandırmayacaq bizə. Oyuna girməmişdən Nərimana fit gəlir, oyuna girməmişdən tribunadakı məsələn götürür özü video çəkir, paylaşır ki, Nəriman oyuna girdi. Bu birbaşa inamsızlıqdır. Mən üzr istəyirəm. Mən məsəl üçün bir veteran futbolçu olaraq inanıram da, güvənirəm də Nərimana. Nəriman daha da yaxşı olacaq. Onun peşəkarlığı onda görsənəcək ki, Nərimanın bu tənqidlərdən daha yaxşı nəticə çıxardacaq, daha yaxşı oynamağa çalışacaq, daha yaxşı mübarizə aparacaq və burada təslim olmayacaq. Mən ona inanıram və o uşaqda potensial var. İnanıram ki, 1-2 ildən sonra da o bizi daha yaxşı yerlərdə layiqincə təmsil edəcək. Mən Nərimanın atasının müsahibəsini oxudum. Ətim ürpəşdi, həqiqətən biz oldu. İndi deyir ki, necə tapşırıla bilər ki, bu uşaq 8 yaşından sonra analı, atalı yetim qalıb da, yəni belə bir şey demək istəyib. Yəni ana qayğısına, ata qayğısına uzaq qalıb. İmkanım olmadı ki, Bakıda ev tutam, heç olmasa anası ona isti bir uşağın yanında qalır. Yemək pişirib verə bilsin. Onun Nərimanın bəxti gətirib ki, demir ha, yəni istedadı filan tərifləmir də oğlum. Yəni deyir ki, Nərimanın bəxti gətirib ki, Qarabağa düşə bilib və onun Allahı verib ki, Qarabağa düşə bilib. Yəni demir ha, oğlum xüsusi bacarığı var, filan var. Yəni konkret də müqayisə edib oğlum qabartmır ki, mənim oğlum istedadı vardı, düşdü də o komandaya, sizin olardı, sizinki düşərdi. Bunu da deyə bilərdi. Deyir ki, Allahı verib ki, Qarabağa düşə bilib, Qurbanov da onu oynadır. Yəni mən o açıqlamaya görə atasına təşəkkür edirəm, Nəriman atasına. Yəni həqiqətən burada tənqid elədik. Yəni biz azmaz tənqid elədik, düşmədik üstünə. Amma Braqadakı bizə yaşatdığı sevinci də xatırladım. Müəyyən milli komanda ilə oyunlardakı qolların filan da mən düşünürəm ki, həqiqətən kütlə bu həqiqətən kütlədir. Bu azarkeş deyil. Və həmin kütlə məncə Nəriman yenə də qovur həmin kütləni susturacaq. Siz bəzən də sosial şəbəkələrdə sırf belə like xətrinə, yəni bəyəni xətrinə, repost xətrinə, yəni daha çox paylaşılsın deyə kim gəldi ağzına gələni yazır. Yəni həmin adamların da belə deyək də axınına gedib insanları psixoloji olaraq sındırmaq, mənəvi olaraq sındırmaq olmaz. Yəni sabah atası çıxır, anası çıxır, izah edir ki, qardaş belə deyil. Yaxşı mənada. Yəni həqiqətən mən bir anlıq həmin insanın yerinə, yəni özlərini qoysunlar ki. Mən qoydum təbii ki. Mən ki 1 saat artıq ayrı qala bilmərəm də, məsəl üçün öz oğlumdan ki, yəni rayonlara gedirik falan. Həmin o şeyi ağrını hiss elədim ki, mən necə qala bilərəm də. Bu neçə illər
İndi azarkeş deyəcək bizə o maraqlı deyil də. Azarkeş deyəcək bizə maraqlı deyil, amma Bəs vicdan. bu bizim dövlətin, bu millətin evladıdır qardaş. Biz özümüzünkünü əzməyi tez bacarırıq. Biz amma dəstək olmalıyıq. İndi bu deyib başlayın da qardaş. İndi necə o bizim deyirsiniz ki, biri çıxır, məsələn, çəkiliş eləyir, deyir ki, mən aqressiv olmuşam, Nərmana nəsə demişəm, biri deyir belə. İndi Nərmana bir dəstək kampaniyası düzəldin. Düzəldin, bütün ölkə olaraq Nərmana dəstək kampaniyası. Nərman da bilsin ki, Freiburgdan oyunda. Nərman da bilsin ki, bax qardaş, azarkeş idi, oyundu, uduzdu. Necə bu oyunda məyus olur, azarkeş də aqressiv olur. Bu formada olan bir şey idi. Nərmana dəstək olun. Nərman poliyə girməmiş, baxırsan ki, video çəkiliş edir, deyir ki, Nərman niyə soxursan poliyədə? Qardaş, bir dincəl, bəlkə çıxıb Nərman qolunu vuracaq, bəlkə bir şey olacaq. Siz ucu inamsızlıq yaradırsınız. Zaten bu da baxır bunlara və oyuna girdiyi halda o istər-istəməz 21 yaşı var ya bunun. Bunların hamısı buna mənfi təsir edir. Biz dəstək olmaqdan, biz elə bir Nərmanı düşmən buraxmışıq ortaya. Girsin bu, səhv eləsin. İnan, insanlar var ki, istəyirlər ki, yəni girsin imini səhv eləsin. Demir girsin, qol vursun, bizə qələbə qazandırsın. Onun səhvi üçün dua edirlər. Bu bizimkidir, axı bu qıraq adam deyil, axı bizim canımızdandır, bizim qanımızdandır. Bu da bizim dövlətin bir evladıdır da, qardaş, buna dəstək olmalıyıq biz. Pedro Bicalho son vaxtlar, yəni bu ilin ən fantastik transferi adlandıran Qarabağ üçün və Braziliya mətbuatı bütövlükdə dirəşir ki, Pedro Bicalhonu Botafogo transfer edəcək. Artıq iş təklif olunub, Qarabağ rəhbərliyi imtina edib. Botafogo rəsmiləri qışdan yeni mövsümün, yəni mövsümün sonuna qədər icarə əsasında götürmək istəyiblər və sonra transfer olunmasını istəyiblər. Qarabağ rəhbərliyi bunu imtina edib və mütəmadi olaraq bütün Braziliya mətbuatı bu transferdən danışır. Hətta Bicalhonun yanına Julio Romano da transfer olunmasını istəyir klub rəhbərliyi. Ona görə də Frans Faroşla da danışıq aparırlar, amma əsas istəkləri Bicalhodur. Ya məndə də olan bir məlumata görə Qarabağ rəhbərliyi ən azı 7-8 milyondan aşağı futbolçunun satılmasını istəmir. Belə bir məlumatlar gəzir və bizdə də olan bir məlumata görə, yəni sərbəst qalma bəndi yoxdur futbolçunun müqaviləsində. Yəni gətirib tutaq ki, Kadigedən də Krasnodar gətirib 5 milyon verdi ki, yazmısan 5 milyon bənd var. Ala bu 5 milyonu ver futbolçun. Belə bir şey yoxdur. Yəni Qarabağ istədiyi pulu Botafogo ödəməlidir ki, mən bildiyim məlumat bilir ki, 10 milyon verilsə dərhal bu keçid baş verilə bilər. Və bu fantastik bir şeydir. Yəni bu Azərbaycan reallığında sən necə bir şeydir? Yəni həqiqətən Qarabağdan fəxr olunması bir şeydir ki, yəni Braziliya klubuna ikinci Braziliyanı satır. Qarabağ bu yöndə təcrübələnir. Əvvəl məsəl üçün hansısa bir qiymətlər qoyuldu. İndi daha da deyirsən ki, indi hansı qiymətlər qoyulmadan öz şeyləri var. Düşünürəm ki, bu da bizim ölkəyə bir yaxşı bir şeydir ki, yəni bu ölkədən bu qiymətə futbolçuların geri satılması, digər klublara satılması və gələcəkdə digər klublarımız da hansı ki, bu nöqtədən yaxşı istifadə edə biləcəklər. Qarabağ bu yöndə işlərini daha da sürətləndirir. Mən inanıram ki, bu Çempionlar Liqasından sonra buradan Qarabağdan bir çox futbolçuya yüksək miqdarda təklifə gələcək. İmişli Karvan Yevlax oyunu bir hesab ilə başa çatdı. İmişli məncə zəif çıxış elədi. Məncə İmişli artıq Karvan Yevlaxı ciddiyə almadı. Birbaşa olaraq baş məşqçi oyunu belə deyək də xal ikisinə məruz qoydu komandanı və son zamanlar hamı ilə eyni standart heyətlə oynayır və bütöv gücü tükəndirir, sonra ikinci heyət oyunçuları meydana buraxır. Düzdür, stadionun vəziyyəti də pis gündə idi. Bir gün öncə qar yağmışdı, bütövlükdə stadion qarla örtülü idi, təmizləndi. Klub rəhbərliyi əlindən gəlib ki, oyun keçirilsin. Hətta təxirə salınmaq ehtimalı var imiş. Və həmin oyun gündə yağış yağdı.
və stadion bütövlükdə yəni meydan palçıq idi. Bu məncə İmişli klubunun rəhbərliyinin problemi deyil, çünki orada təftiş olunub, stadiona baxış keçirilib mövsümün əvvəlində və okey verilibsə, razılıq verilibsə, yəni buna görə klub rəhbərliyi məncə qınamaq olmaz. Sən getsinlər öz stadionlarına. Məncə İmişliyə getmək lazımdır. Klub rəhbərliyi məncə bu indidən başlayıb İmişdə. Əgər o məsələ alınmırsa, stadion verilmirsə onlara, yəni daha çox pul xərclənsin istənilmirsə, məncə İmişli rəhbərliyi qərar verməlidir ki, İmişlidə özlərinə bir torpaq sahəsi alıb və özləri də satsın. Yəni özləri balaca bir butik formasında. Amma hər tərəf çox xahiş edirəm, hər tərəfi bağlı bir stadion olsun. Bir görək də Baksel Arena kimi, yəni Neftçin stadionu kimi, Dalğa Arena kimi balaca bir stadion tikmək olar. Həm azarkeş dəstəyə. Məsəl üçün İmişlinin ən çox hal qazandığı oyunlar səfər oyunlardır. Qubada hələm qələbə həsrətlər. Qubada qələbə qazanmır. Stadion baxımından da, yəni çünki O4 baş məşqçi də ondan narazıdır. O4, yəni biraz da yağış, biraz da qar yağdığı halda vəbşi bərbad hala düşür. Yəni bu oyunda da potensialından çox aşağı oynadılar. Karvanın qazandığı bir xal İmişli üzərində bunlar üçün Qızla bərabər. Hə, qızla bərabər idi. Bax orada məsələn Karvanın buraxdığı qola mən baxdım. Qola ən çox diqqətimi çəkən oldu. Yəni orada standart vəziyyətdən müdafiə xəttinin o qədər kobud, yəni səhvə yol verməsi mənə həqiqətən düşündürdü ki, yəni bu oyundan qabaq bu standart vəziyyətlərdə belə epizodlarda kimin harda necə duracağı qeyd olunmamışdı. Yəni çox asan şəkildə standart vəziyyətdə 2 nəfər barajda durur, 1 nəfər barajdan kənarda İmişli futbolçusu durur və asanlıqla pas verir, o götürür qapıya cavab. Yəni bu məşqçi işi də hiss olunur, yəni İmişlidə məşqçi işi hiss olunur. Yəni amma o epizod mənə ən çox oradakı, yəni bu Füzuli müəllim, yəni burada Füzuli müəllim və yaxud komandanın kapitanı, digər futbolçular bu futbolçu necə görmürdülər orada. Yəni çox asanlıqla bir qol buraxdılar. İmişliyə gəlincə İmişli potensialından aşağı çıxış elədi, amma düşünürəm ki, oradakı futbolçular keyfiyyətli futbolçulardır. Stadion amili onların Qubada oynadıkları halda öz istədikləri futbolu sərgiləyə bilməyəcəklər. İndi də havalar daha da yağışa, qara doğru gedir. Birazdan da o stadion daha bərbad vəziyyətə düşdüyü halda, yəni orada futbol çox çətin olacaq. Və qazanılan 16 xala baxsaq, Sabahda Masazırda məğlub ediblər Sabahı. Normal stadiondur. Neftçin stadionunda, Neftçi Arena, Palm Sports Arenada Neftçini məğlub ediblər. Normal, heç bir problem yoxdur. 6 xal belə. Qəbələdə Kəpəzi məğlub ediblər. Normal və ideal 9 xal. Digər 7 xalıda Yevlağı, Karvan Yevlağı səhv eləmirəmsə şeydə məğlub etdilər. Şamaxıda. Səhv eləmirəmsə, bəli. Qubada qələbələri yoxdur. Deməli bunlar keyfiyyətli stadionlarda daha yaxşı keyfiyyətli futbol sərgiləyir. Bəli. Və mən İmişli rəhbərliyinə belə deyək də çox tənqidlərə məruz qaldılar. Yıxıldı, süründü, stadion məsələsinə görə komandanın outsider olacağını deyirdilər. Mən düşünürəm ki, 1-ci liqadan Premier Liqaya gələn və işinə ən ciddi yanaşan klub İmişli olub. Bəli. Və bu da nəticələrdə göstərilir. Baxın, Karvan Yevlax 6 xal baş məşqçi ilə normal müqavilə imzalamayıblar. Nə bilim, baş məşqçi kimdir indi bilinmir. Sonra Qəbələ, okey, hər cür şəraitləri var, hər bir şeyləri, amma normal komanda formalaşdıra bilməyiblər. O da məncə Qəbələ klub rəsmilərinin eyforiyaya qapılıb, onsuz da İmişli ilə Karvan var. Biz bu çempionatda İmişlini də birbaş üstələyərik, Karvanı da düşünüb, məncə heyəti yığmadılar. Və bunun da əziyyətini çəkirlər. Öz futbolçularımızla, öz akademiyamızın futbolçuları ilə bu ili yola verə bilərik düşüncəsi ilə normal transfer eləmədilər və ciddiyə almadılar.
Ona görə də bunlara bütün hamısını nəzərə alıb, yəni həqiqətən İmişli rəhbərini təbrik etmək olar ki, yəni çempionatı, çünki tam dövrə yarılanır. Bir turdan sonra artıq bir tur qalıb qış fasiləsinə yollanmağı. Bu turda oynayacaqlar səhv eləmirəmsə Zirə ilə, bəli, Zirə ilə. Bir xal alsalar bu oyuna, çünki Zirə xal itirib çox yaxşı nəticə olar və bir xal alsalar, əgər uduzsalar belə, yəni 17 16 xalları var. Məncə Şamaxı kimi İmişli də Premyer Liqada qalmağı hər iki klub məsəl üçün Şamaxını götürək 90% həll eləyir. 70% bu klublar bu məsələlərini həll ediblər. Amma daha da yüksəklərə istəyirlərsə, biraz onlarda rahatçılıq olacaq da. Yəni əvvəlki və heyət çatışmazlığı var. Hə, heyət çatışmamazlığı hər iki komandada var. Sadəcə olaraq oynadıqları, məsəl üçün biri var ki, baskı altında olarlar, bu çempionatdan düşə bilərəm. Bu qorxular olmadığı halda futbolçular potensialından daha yuxarı oynamağa çalışacaqlar və öz gələcəkləri üçün çalışacaqlar ki, 2 qat vuruşsunlar ki, Premyer Liqaya təzə gələn futbolçular və digər komandaları görürlər, oradakı yüksək ödənişlər dostları olur, onlarla söhbətlər aparırlar və can atacaqlar ki, çoxlu qol vurum, çoxlu pas verim, çoxlu ötürmələr verim, digər komandalara daha yaxşı yerlərə gedim. Turun ən maraqlı oyunu məncə Bakıda keçirildi. Paytaxtda Yuri Vernudubun debutunu izlədik. Neftçi Sumqayıtda 2-2 elədi. Çox fantastik başladı oyun. Neftçi düşündüm ki 4-5 dənə vuracaq birinci hissədən sonra. Amma Sumqayıt məni çox təəccübləndirdi. Artıq 3-cü oyundur ki, səhv eləmirəmsə geri dönüş edirlər. Araz Naxçıvanı məğlub etdilər. Şamaxını məğlub etdilər. Bir 5-6 dəqiqə vaxt qalsaydı Neftçini də məğlub edəcəkdilər. Saşa İliç klub rəhbəriyə həqiqətən təbriklər düşür ki 2-0 konkret birinci hissə səni birinci hissə 60 dəqiqə, 70 dəqiqə topsuz qoyan, sürətli hücumlar, ardıcıl. Ondan sonra yəni paslarını təzyiq altında saxlayan komanda 2-0 qələbə və sonda yəni onu bərabərliyə gətirmək hər komanda üçün deyil də. Yəni bu mən hətta dedim ki, yəni bəlkə də 3-cüyə getdi, 4-cüyə getdi top. Yəni bu qaydada gedirdi oyun. Sonda bir mətbuat konfransında o Məşqçi Əvəzi də orada olanda oxuyuram. O da onun danışığına qulaq asdım. Deyir, biz analiz eləmişdik ki, 60-dan 70-dən sonra Neftçidə yəni oyunun tempi düşür aşağı və biz həmən vaxtda dəyişikliklərimizi saxlamışdıq ki, həmən vaxtda komandaya əlavə güc verək, gücləndirək və düşündüyümüz, əgər həqiqətən də oturub bu planı qurublar düşünürdülərsə, indi onlar düşünmürdük ki, 2-0 məğlub olacaqlar və bu 60-dan 70-dən sonra bunları buraxacaqlar. Amma qurduqları plan üzrə əgər həqiqətən də elə qurublarsa, bunlara alqış düşür. Yəni oturub komandanı analiz ediblər. Neftçi təzə baş məşqçinin gəlişindən ötürü baxırsan ki, psixoloji, yəni bu həftə ərzində psixoloji komandanın burada taktiki, texniki baxımdan zaten oradakı keyfiyyətli futbolçulardır. Hansısa dəyişiklikləri bu qısa müddətdə o qədər də çətindir, amma psixoloji olaraq mən dedim axı keçən dəfə onların məşqlərini izləyirəm. Məşqçi necə fərdi yanaşmaları var, birə-bir söhbətlər eləyir, gəzir polyada futbolçularla bir yerdə. Baxırsan psixoloji yaxşı təsir edib komandaya. Bu tempi saxlasalar, Neftçi qalxacaq yuxarı. Amma buraxılan 2 topu Neftçinin məncə müdafiə xətti o səviyyədə olmamalıdır. Yəni çox asanlıqla, çox ucuz toplar buraxdılar. Biz özümüz dedik, baş məşqçi bu fikirləri səsləndirməsin ki, biz mənim komandam deyil filan, amma müdafiə xətti məncə ümumiyyətlə Samir Abbasovun dövründə də çox zəif görsənirdi də. Yəni Neftçi zaten Samir Abbasovun dövründə də komanda yəni hücumlar qururdu, yaxşı hücumda yaxşı iştirak edirdi. Hətta qol vurduğu oyunlar olurdu və qollar buraxırdı. Müdafiə xəttində yəni problemlər orada az-aşkar görsənirdi. Yəni Ervin Bədalov Neftçi futbolçu deyil. Əsas müdafiəçisi olmaqlıq futbolçu deyil. Özümüz üçüdür, dəstək oluruq, yaxşı oyunlarda çağırıb, yaxşı oynayanda tərəfləyirik. Amma Ervin Bədalov, Sumqayıtın keçən ən böyük problemi müdafiəçiləri idi. Murad Xaçevlə Ervin Bədovu. Neftçi sağ olsun aldı onları
Sumqayıtın müdafiəsindəki problemi həll edilər. Mən Mən Xaçayev barəsində sən dediyin, məsəl üçün Bədəlovun o qədər deyənmərəm Neftçidə və ya bəlkə digər komandalarda daha Neftçi biraz ağır komandadır. Amma mən Xaçayevin yəni oyun üslubunu bəyənirəm. Yarım müdafiəçi kimi hə. Yəni mən Dayaq yarım onu müdafiəçisi bəyənirəm. Bax oradakı bax onun məncə bir müddət o Samir Abbasov məsələn onu oturtdu. İndi onun baxışına uyğun gəlmirdi, oturtdu onu. Amma həqiqətən də o bizə çox lazımlıdır. Neftçidə və ya digər klublarımızda da o çox keyfiyyətli futbolçudur. Düşünürəm ki, onu oynatsa, ona imkan yaratsa, o daha yaxşı ola bilər. Bu il Neftçi səncə 2026-cı ildə 26-cı ilə qələbə ilə girə biləcək yoxsa yox? Yəni bir oyun qalıb. 26-cı ildə məncə 0-dan bir Neftçi qurulmalıdır. Yox, sıfırdan biz hər il sıfırdan 26. Karvan Yevlaxla oynayacaq axırıncı oyun. Məncə hər dəfə sıfırdan nəsə qurduqca bu illər çəkəcək. Çünki hərə bir sıfır və bu sıfırları uzatmaq olmaz. Yox, söhbət təbii ki, futbolçuların bütövlükdə göndərilməsindən yəni getmir. ümumiyyətcə bu məşqçini gətirmişik. Məşqçi də çox 4 samballı məşqçidir. 4-1-4-1 taktiki sxemi ilə oynayırdı. Bəli. Neftçi uzun müddətdir ki, belə bir şeydən istifadə eləmirdi. Hər məşqçinin öz yəni fəlsəfəsi, futbola baxışı var da. Məsəl üçün mən yenə deyirəm, Elvin Bədəlov 4-1-4-1 taktiki sxeminə uyğun futbolçu deyil, ləngdir. Belə sxemdə gərək mərkəz müdafiəçilərdə sürətli ola ki, hücuma çıxılan vaxtı, əks hücumlar vaxtı yenidən geri dönüş edə bilsin. Mustafa Seyq uzun illərdir ki, iki mövsümdür artıq Neftçidədir. Neftçinin bir parçası olub, o da ləngdir. Mən onu gətirmişlər ki, sol cinahı bütövlükdə yarıb keçsin. Bu sistemlə Qarabağa qarşı oynayanda müdafiə xətti və ya Sabaha qarşı oynayanda müdafiə xətti boşluqlar hiss olunacaq, dəhşətli şəkildə hiss olunacaq. Çünki bu sistemə yenə deyirəm də sürətli müdafiəçilər lazımdır. O mərkəz müdafiə Araz Naxçıvandan aldıqlarının adı nə idi? Vanderson, Igor Ribeiro. Ribeiro'nun o qolda etdiyi o yerdə yıxılan futbolçuya tərəf topu vurması. O da ləng futbolçudur. Yəni ləngliyi qoy. Bir Neftçi müdafiəçisi, yəni bu səviyyədə meydana çıxış eləməməli. Bəli. Yəni sən yerdə yıxılan, sadəcə bu yerdə yıxılıbdır. Sən topu götürsən, oyunu davam edək. Gəlib onun üstünə vurmağın, o birisi. Yəni bu Neftçinin səviyyəsində bir müdafiəsidir. Oynaya bilər, digər klublarımızda çoxunda oynaya bilərlər. Daha yaxşı işlər görə bilərlər. Amma Neftçi bir ağırlıqdır. Onu hər futbolçu gəlib orada qaldıra bilməz. Bir dənə də məlumat var. Samir Abbasovun iki komanda adı hallanır və bununla da yekunlaşdıraq. Samir Abbasovun iki komanda ilə adı hallanır. Araz Naxçıvan və Turan Tovuz. Və bu gün ciddi şəkildə qeyd olunmuşdu. Samir Abbasov Tovuzda baş çıxarda bilərmi? Samir Abbasov yaxşı məşqçilərimizdəndir. Yəni çempionatda, Premyer Liqamızda olan, yəni bu ölkədə futbol ictimaiyyəti də bilir ki, bu adamın futbol fəlsəfəsi, baxışı tamam başqadır. Bu hər iki komandada işləyə bilər, hər iki komandada da istənilən nəticələrə nail ola bilər. Çünki bu adamın yanaşması tamam fərqlidir. Bu adam məsəl üçün müdaxilə sevməyən bir məşqçidir, kənar müdaxilələri sevmir və öz azadlığını istəyir. Onda Araz Naxçıvan versiyası getdi. Öz azadlığını, öz komandasını formalaşdırmaq istəyir. İşləməlidir də. Yəni çünki bugünkü gündə üzdə olan savadlı məşqçilərimizdəndir. Bir-iki məsəl üçün Samir Abbasovun məsəl üçün xarakterinə əlaqədardır o da. Mən məsəl üçün onun rəhbərliyi altında bir yerdə futbol oynamışıq, rəhbərliyi altında da işləmişəm. Mən onun ümumən futbolunu sevirəm, bəyənirəm. Sadəcə olaraq mən bir futbolçusu kimi danışıram. Danışın. Bu gün mən yox, mən də futbolçu deyiləm, mən də veteranım. Bu adamda
demək olar savadı, yəni fəlsəfəsi, hər şey gözəldir. Bu adamda mən bir futbolçusu kimi də baxıram, həmişə biraz futbolçusuna qarşı aqressiyasını xarakterinə irəli gəlir və yaxud nədən irəli gəlir bilmirəm. O aqressiyasını bəzən mətbuatda, bəzən mətbuatdan kənarda, bəzən meydanda onları saxlaya bilmir. İndi bunun deyək ki, bunun xarakteri belədir. Amma elə şeylər var ki, gərək orada xarakterin yox, qarşındakını da fikirləşəsən ki, mən bugün məsəl üçün Kamal Bayramova, Emin Mahmudova, digər futbolçulara hansısa bir öz xarakterimə uyğun davranışım orada mənfi təsir edə bilər. Amma belə niyə də işləməsin, savadlı məşqçilərimizdəndir. İşləməlidir də, yəni belə deyim də, yəni boş qalmamalıdır. Elə məşqçilər boş qalmamalıdır. Mən düşünürəm ki, Samir Abbasov Neftçi ilə müqaviləsi bitməyənə kimi hər hansı bir kluba getməz. Mən orada nəyə görə deyirsən, sən onun təzminat məsələsi var və yaxud necə? Təzminat ay-bay ödənilir və kifayət qədər yüksək bir məbləğdir. O başqa bir şeydir. İşte belə oturmuşsan, pulu qazanırsan. O başqa bir şeydir. Gedib Trantovuzda məsələn 17 min alacaq, 19 min, 20 min alsın ayda. Bu 2 dəfə ondan çoxdur da, yəni oturmuşam evdə, özümün qusarda balta ilə nə bilim odun doğrayıram. Yox, hələ məncə onun odun doğrama vaxtı deyil. Yəni zaman gələndə odun doğrama vaxtında gedər oturar qusarda odun doğrayar. Amma bugünkü gündə məncə hələ tezdir onu odun doğramaq. O işləməlidir. Dediyin belə deyək də, Samir Abbasov aqressiv, bəzən kobud şəkildə fikirlərini ifadə edən, amma komanda üçün can qoyan, meydanda nə bilim qol vura bilməyəndə dizin sürünən Samir Abbasov Tovuz azarkeşlərinin qarşısında tab gətirə biləcək yoxsa yox? Bax, mən sənə burada açıq danışım da. Bax, Samir Abbasovun məndən xoşu gəlmir. Mənim də Samir Abbasovdan xoşum gəlmir. Amma burada söhbət futboldan gedirsə, yəni insanın haqqını vermək lazımdır. Lazımı qədər də gedib çalışa da bilər, vuruşa da bilər, nəticə də verə bilər. Yəni mən bunu belə deyim də. Yəni mən sənə burada mən xarakterimi, xasiyyətimi tanısam, şükür Allah heç kəsdə bir çəkinəcəyim yox, bir şeyim yox. Mən deyirəm, mən ondan xoşum gəlmir, onda məndən xoşu gəlmir. Yəni biz bir yerdə çalışmışıq. Amma futboldan gedirsə söhbət, yəni bu adamın haqqını verməliyik. Bu adam dediyin hər iki komandada işləyə də, çalışa da bilər, nəticə də verə bilər. Bu günlük bizə ayıran vaxt bu qədər. Kamal, çox sağ ol. Dəyərli fikirlərimi yenə səsləndirdik. Sağ olun, salamat qalın. Gələn görüşlərdə görüşmək üzrə. Sağ olun.